Değerli Media Türk TV izləyiciləri, bir son dəqiqə xəbərini də sizin diqqətinizə çatdırmaq istəyirəm. Ruben Vardanyana hökm oxunub, bununla bağlı məlumat da artıq mediada yayımlanıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclasında yekun məhkəmə qərarı ilə hökm elan olunub. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə Camal Ramazanovdan və Anar Rızayevdən ibarət heyətin tərkibində ehtiyat hakim Günel Səmədova ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. İclasda təqsirləndirilən şəxs, onun müdafiəçisi, zərər çəkmiş şəxslərin və zərər çəkmişlərin hüquqi varislərinin bir qismi və onların nümayəndəsi, dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin Azərbaycan dövləti adından zərər çəkmiş qismində Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov da iştirak edib. Hökmə əsasən Ruben Vardanyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Xatırladaq ki, məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror təqsirləndirilən Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.